Maraqlı bir silindr sualının izahına baxaq. Sualda deyilir ki, silindrin ox kəsiyinin sahəsi 288 cm kvadrat olan kvadratdır. Silindrin həcmini tapaq. Əvvəlcə silindrin həcm düsturunu yazaq. Bilirik ki, silindrin həcm düsturu V bərabərdir. S oturacaq vurulsun H-dır. Həmçinin S oturacağı da buradan biz aça bilərik. Pi R kvadratı H-dır. Çünki silindrin oturacağı dairədir. Dairənin sahəsi pi R kvadratıdır. Və indi verilən şərtdən istifadə edək. Silindrin ox kəsiyi görürük ki, kvadratdır. Və biz bilirik ki, kvadratın sahəsi tərəfin kvadratına bərabərdir. Burada hündürlük 2 bərabər olur. Çünki onlar bir-birinə bərabərdir. Kvadrat olduğu üçün bütün tərəfləri bir-birinə bərabərdir. Bu zaman yazırıq ki, S kvadrat yazaq. Kvadrat bərabərdir 2 R-in kvadratına. Yəni 4R kvadratı. Və bizə verilib ki, sahə 288-dir. Yəni 4R kvadratı bərabərdir 288-ə. Buradan da R-i tapırıq ki, 6 kök altında 2-dir. Və gətirib həcm düsturunda yerinə qoyarıq. Amma əvvəlcə hündürlüyü tapmalıyıq. Hündürlük də bərabərdir 2R-ə. Yəni 12 kök altında 2-yə. V bərabərdir pi vurulsun R kvadratı. Yəni 72 vurulsun H. Yəni 12 kök altında 2. Bu da bərabərdir 864 kök altında 2 pi olar. Əgər bu tipdə sualların davamını istəyirsinizsə, kanala abunə olmağı unutmayın.